أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم يوم ترى المؤمنين والمؤمنات يسعى نورهم بين أيديهم وبأيمانهم بشراكم اليوم جنات تجري من تحتها الأنهار خالدين فيها ذلك هو الفوز العظيم. Sadaqallahul aliyyul azim. Əziz mümin qardaşlar, sizləri Allah evində bu gözəl cümə günündə Əhl-i Beyt qapısında Allahın salamı ilə salamlayıram. Esselamu aleykum və rahmetullah və barakatuh. Və Allah Teala'dan acizanə istəyim, arzum, yalvarışım odur ki, Allah hər birimizi hidayət yolunda təqvalı qərar versin inşallah. Gələn günlərimizi keçən günlərimizdən daha xeyirli qərar versin. Keçən günlərimizdə buraxdığımız xətaların bağışlanması üçün bizim üçün yol açsın və gələcək günlərimizdə bir daha günah etməməkdə, xəta buraxmamaqda, səhv etməməkdə hər birimizə kömək olsun inşallah. Və xüsusilə də bu cümə günündə siz əzizlərdən, siz möminlərdən, siz ağsaqqallardan və yuxarıda olan ana bacılarımızdan valideynlər iltimas istəyiblər. Atalar iltimas istəyiblər, qardaşlar iltimas istəyiblər. Xüsusilə də bir valideyn, bir qardaşımız Əli adında bir körpə övladı var. O övladın müşkilatı, yəni xəstəliyi çoxdur və burada əyləşənlərdən dua istəyir. Allah izzəti, cəlalı, əzəməti xatirinə hər bir xəstəyə, hər bir müsəlman xəstəsinə, evdə olsun, xəstəxanalarda olsun, fərq etməz, heç yoxdan şəfa versin inşallah. Allah Teala ikinci bir gəlirdim artıq məscidə tərəf zəng açdı, bir cavan valideyn ağlayaraq dedi, mənim fidan qızım bəlkə xəstədir, hər bir həkimə aparmışam, ümid duayadır, biz səyimizi həkimlərlə edirik, orada olan müsəlmanlar həmən o gözəl fidanımız üçün də dua etsinlər. Allahım sənə and verirəm cəlal və izzətin xatirinə. Hər birinin ki müşkülü var, xəstəsi var, heç yoxdan onlara sən şifa verginən. O cümlədən nəzərdə olan xəstələrə, o fidan balamıza, Əli balamıza və digərlərinə ki ilahi deyə bilmədik, onlara sən sevindirginən inşallah. Əziz mümin qardaşlar, mövzumuz belədir ki, qurtuluş, yəni insan, hətta sözümün əvvəlində Hədid surəsinin 12-ci ayəsində Allah Müteal buyurur: "Yevme terel mu'minina vel mu'minat yes'a nuruhum beyne eydihim ve bi eymanihim." Deyir ya Peyğəmbər, o gün, yəni hansı gün? O qiyamət günü. Ya Peyğəmbər, mömin kişilərin və möminə qadınların deyir, etiqadı, yəni Allahı tanıması, ibadəti mükəmməl olması və Allah yolunda səy göstərməsi, ibadətin Allah üçün, Allah Taala üçün olmasının sayəsində iman nurunun, deyir qiyamətin günündə iman nurunun onların önlərindən və sağ tərəfindən axıb şöyle saçdığını görəcəklər. İman nurunun qiyamət günündə, o ki Allah Taala'nın buyurduqlarına və onun əmrinə itaətdə olan hər bir bəndə ki Allah üçün, Allah Taala'nın buyurduqlarına əməl edibsə, bir qiyamət günündə Hədid 12-ci ayədə buyurur ki, görəcəklər, mütləqdir ya Peyğəmbər, o insanlar görəcəklər, hətta yerişlərində belə önlərindən, onların sağ tərəfindən, sol tərəfindən, qabaq tərəfdən bir nur gələcəkdir onlarla bərabər və onlar bu etdikləri yaxşı əməllərə görə bu işlərin şahidi olacaqlar, o nurun şahidi olacaqlar. Buşrakumul yevme cennatu tecri min tahtihal enharu halidin fiha. Onlara deyiləcək, bugün sizə altından çaylar axan əbədi qalacağınız bir yer, cənnət və bulaqlar axan bir yer.
bir məkan, cənnət sizə verilmişdir. Müjdə olsun sizə. Nə xoş insanlarsınız. Qurtuluş nə zaman olur? İnsan etdiyi pis əməllərin nöqtəsini qoymuş olur və geri dönüşdə, yaxşı əməllərin sahibi olduğu bir vaxtda həyatında bir dönüş, o dönüşün adına biz qurtuluş deyirik. Yəni, insan özü özlüyündə nicat tapmış olur. Necə ki, biz Azərbaycanlılar, qabaqdan Qurtuluş Bayramı gəlir, sizi o münasibətlə də səmimi qəlbdən təbrik edirəm və Allah Taalaya arzu edirəm ki, Allah Taala həmişə firavan yaşamağı, Allah Taalanın yolunda, haqq yolda məğrur olaraq addımlamağı və hər zaman bir-birinin yanında olmağı Allahdan rica və arzu edirəm. Allah Taala bu cür həyatı bundan sonra bizə və bizim hər birimizə qismət eləsin inşallah. İnsan öz həyatında dəyişiklik edə bilər. Necə ki, sözümüzün əvvəlində Hədid surəsinin 12-ci ayəsində Allah Müteal buyurur ki, o yaxşı insanlar, yəni həyatda, imtahan zamanında Allah'tan əlini çəkmədi, ümidin qırmadı Allah Taala'dan. Hər birimizin bir imtihanı özünə məxsus qaydada vardır. Və ola bilər ki, bəzi insanlar digərlərindən daha çox səbirsizdir. Və yaxud da ki, səbri azdır. Və yaxud da ki, heç ümumiyyətlə hövsələsi yoxdur. Bu vaxtlarda, imtihan vaxtlarda o insanlar çaşbaş qalırlar. Çaşbaş qaldıqları bir vaxtlarda insan öz etdiyi əməllərin bad etmiş olar, bada vermiş olar. Səbir nəticəsində insan gözəl yüksəkliklərə, ucalıqlara qalxa bilər. Əgər o insan özündə o səbri tapa bilərsə və öz həyatında bir dönüş yarada bilərsə. Sonra bunu xalidinə fiha. Deyir ya Peyğəmbər, onlar orada əbədi qalacaqlar, əbədi yaşayacaqlar. Zalikə huvel fevzul azim. Bu ən böyük qurtuluş və uğurdur. Zalikə deyir, bu ən böyük qurtuluşdur. Ən böyük qurtuluş nədir? Odur ki, insan özünü tapsın, insanlığını tapsın, mənəviyyatda olsun, mənəvi aləmdə zəngin olsun. Allah yanında rıza tapmış əməllərinin sayəsində qiyamətdə onların önlərindən, sağ və sollarından, hətta başının üstündən belə nur keçəcək deyir. Nur gedəcək deyir. Onlar deyir, buna şahid olacaq və onlara buyurulacaq ki, buyurun, cənnət sizin üçündür. Nə üçün? O ki, deyir, o gözəlliklər var, siz bunların bu dünyada, yəni qiyamət günündən sonra bu cənnəti ki siz qazandınız, etdiyiniz dünyada əməllərinizə, yaxşı əməllərinizə görədir. Siz həyatınızda dəyişiklik eləyə bildiniz. Siz həyatınızda yenilik eləyə bildiniz. Siz şeytana yox, nəfsinizə yox, Allah Taala'nın buyurduqlarına baş əydiniz və Allahın xalis qulu ola bildiniz. O qabiliyyəti tapdığınız üçün nə xoşalığınıza, buyurun, bu məkan sizindir. Amma məqsəd var ha ki, Allah Teala Hədid surəsinin 12-ci ayəsində bu sözü deyəndə məqsəd var. Amal ondan ibarətdir ki, sonraki ayələrdə bir intizar var. Onu bizə çatdırmaq istəyir. Bir nə qədər nəfəsin gedib gəlir, mən bunu da sənə deyim, mənim bəndəm. Peyğəmbərimin vasitəsi ilə, Qur'an vasitəsi ilə, o işıq vasitəsi ilə, nur vasitəsi ilə göndərmişəm. Onları da sənə deyim, sən var ikən bu dünyada o pisliklərdən uzaq ol və qiyamətin günündə həm bu dünyavi abad etmiş olursan və həm qiyamətin günündə göndərdiyim Qur'anın qabağında hesab vaxtında alnı açıq olmuş olursan. Nə xoş sənin halı var. İkinci ayədə deyir ki, Hədid 13-də deyir, يَوْمَ يَقُولُ الْمُنَافِقُونَ وَالْمُنَافِقَاتُ لِلَّذ۪ينَ آمَنُوا انْظُرُونَ نَقْتَبِسْ مِنْ نُورِكُمْ. Bax, məsələ budur. Can budur. Deyir, Hədid 13'te deyir ki, يَوْمَ يَقُولُ الْمُنَافِقُونَ وَالْمُنَافِقَاتُ. Deyir, o qiyamət günündəki 12-ci ayədə deyir ki, bəs yaxşı insanların, Allahın sevdiği bəndələr nur ələnəcək hər bir tərəfindən. O gündür həm də onları şahidi olan münafik kişilər və münafiq qadınlar görəndən sonra bu toplum insanlar, çoxlu münafiqlər və çoxlu münafiq qadınlar bunu görəndən sonra, bunu şahid olandan sonra dözməzlər, danışarlar, deyərlər deyir. Onlara imkan veriləcək ki, deyilsin. Nə deyilsin? Deyir, soruşacaqlar, bu cür deyir. Münafiqun lillezine amenu. O deyir, iman gətirmiş insanların üzünə baxarlar. Onların o gözəllikdə qarşılanmasına baxacaqlar, heyrət içində qalarlar, peşiman olacaqlar, etdiyi
əməllərinə görə. Çünki bilirlər ki, artıq gecdir. Bu gec olduğu üçün yenə də onlara bir imkan veriləcək ki, bu nişan, yəni bu deyim, qiyamətin səhnəsindən olan deyim, biz canlı insanlara, nəfəsimiz gedib gələn insanlara işarədir ki, sən onu öyrən, bil, xəbərdar ol və öz həyatının düzəlməsi üçün addımla. Nə qədər gec deyil. Deyir ki, o insanlar ki, iman sahiblərdir. Onları ki, bu gözəllikdə, bu nur içində, hər bir tərəfdən onları nur əhatə edəndən sonra, bunun şahidi olan münafiq kişi və qadınlar qiyamət günündə görəndən sonra deyir, susa bilməzlər və deyiləcək, onlara imkan veriləcək ki, bu sözü desinlər. Deyəcəklər, unzuruna nəxtəbis min nurikum. Deyir, bizi də gözləyin. Nə olar? Bizi də gözləyin. Sizi ki, bu cür gözəl şəkildə dəvət edirlər. Siz cənnət əhlisiz. Sizin hər bir tərəfinizdən nur gedir. Siz bu qədər möhtəşəmliklə sizi qarşılayırlar. Nə olar deyir, bizi də unzuruna. Gözləyin bizi də, nə olar bizi də gör, nəqtəbiz min nurikum. Biz də deyir, yaxşılaşaq sizə, o nur ki sizi əliyib, biz də ona bələşək, biz də onunla bərabər olaq, biz də sizin kimi olaq deyir, o cür olaq deyir. Qeylə irci'u vərəəkum fəltəmisu nurən. Onlara deyir, bu cür deyir, onlara deyiləcək, geriyə dönün. Əzizlərim, deyir, onlara deyiləcək, o münafiq kişi və qadınlara deyiləcək, Qeylət, ircu, rica, yəni qayıdın, geriyə qayıdın deyir, vəraəkum, arxaya qayıdın deyir, fəltəmisu nurə, geriyə dönün deyir, orada deyir, arxadan deyir, nur axtarın deyir. Artıq geçdir, yəni, siz geriyə dönün, yəni siz bizim kimi deyilsiniz, onlara bu cür deyiləcək. Qeylət, deyiləcək onlara deyir, ərciun, qayıdın arxaya deyir, orada deyir tapın, arxada dayın. Yəni, nuru özümüzlə buradan gətirməliyik, aparmalıyıq. Deyir, onlara bu cür deyiləcək qiyamətin günündə, irciu, arxaya çevrilin və orada axtarın bu nuru, bu gözəlliyi, bu məqamı. Sonra buyurur ki, فَزُرِبَ بَيْنَهُمْ بِسُورٍ لَهُ بَابُ الْبَاطِنُهُ فِيهِ رَحْمَةٌ وَزَاهِرُهُ مِنْ قِبَلِهِ عَذَابٌ. Hədid 13-cü ayənin axırı belədir. Onlar ki, deyirlər ki, bəs ey insanlar, cənnəti qazanmışlar, biz də sizə qoşulaq o nurdan. Dedi, yox, axtarın geridə. Sonra deyir ki, bu sözlərdən sonra möminlərlə münafiqlərin arasında فَزُرِبَ بَيْنَهُمْ, yəni möminlərlə, qiyamətdə möminlərlə münafiqlər arasında beynəhum, onların arasında bisurin ləhu babun batinuhu, deyir, bir sədd çəkiləcək, bir asar tikiləcək deyir, böyük, hündür bir asar tikiləcək deyir. Fihi rəhmətun, fihi rəhmətun və zahirhu min qibəlihi əzabun. O ki, möminlər sədd çəkiləcək, möminlər ki, orada qalacaq, fihi rəhmətun, Allahın rəhməti, mərhəməti orada olacaq, cənnət məhz oradır, orada olacaq, orada yerləşəcəklər. Amma o deyir, o səddən, yəni o divardan o biri tərəfdədir və zahirhu min qibəlihi əzabun. Amma ki, divarın bir tərəfində rəhmət, mərhəmət, gözəllik olacaq, amma divarın o biri tərəfindədir, əzabın, böyük bir əzab olacaq. İlahi pərverdigar-ı aləm, bizi o cür əzab və əziyyətli olmaqdan uzaq qərar ver ki. Hədid 14-də, deyir, yunadunahum, ələm nəkun ma'akum, qalu bəla vəlakinnəkum, fətəntum ənfusakum. Deyir, yenə də, baxın, cümlə bə cümlə, söz bə söz, kəlam bə kəlam bizi aydınlaşdırmaq istəyir. Hədid 14-də buyurur ki, Allah Teala, yunadunahum, deyir, o münafiqlər divarın içəri tərəfindən deyir, yunadunahum, çağıracaqlar deyir münafiqlər, çağırış edəcəklər, yenə dözməzlər, çağıracaqlar deyir, yunadunahum, ələm nəkun ma'akum, qalu bəla vəlakinnəkum, fətəntum ənfusakum. Deyir, o münafiqlər divarın içəri tərəfindən olan möminləri səsləyib deyəcəklər, deyir, biz dünyada sizinlə bir yerdə deyildik. Ələm nəkun ma'akum. Məgər dünyada biz, bu cür dedim ha, məgər deyir, biz dünyada yaşayanda, hərəmizə bir 60 il, 50 il, 100 il ömür veriləndə Allah Teala sizlə bizi bir yerdə yaşatmırdı mı?
Biz bir yerde değildik mi bu dünyada? Bu cür diyecekler deyir, münafiqlər deyir. Möminlər deyəcəklər deyir. Bəli, lakin siz özünüzü fətəntəhum həlakətə attınız. Haçan? Bu dünyada. Deyir, bəli, bir yerdə yaşayırdıq. Amma siz bu dünyada yaşayarkən özünüzü hara attınız? Həlakətə attınız. Həlakətə atmamaq üçün Allah bizə imkan verib və ağıl verib ki, o yolu, o düz yolu, həlakətə getməmək üçün, o pak yolu, təmiz yolu qazanmaq, Allahın gözəl bəndəsi olmaq, Allahın rizasını qazanmaq əlimizdədir. Biz aciz deyilik. Vallahi ki biz aciz deyilik. Bizim gücümüz var. O iqtidardayıq. Biz eləyə bilərik güz gələk nəfsimizə. Şeytana güz gələk. Biz ona qalib gələk, nə ki o bizə qalib gəlsin. Və Hədid surəsinin 14-cü ayəsində biz elə bir iş görə bilərik həyatımızın çevrilişi üçün. Yəni elə bir qurtuluş yarada bilərik xilas olmaq üçün, nəticə almaq üçün, gözəl bir hərəkət edə bilərik ki, onun vasitəsilə Allahın xoş bəndəsi olaq, Allahın gözəl bir bəndəsi olaq, o cür biz çağırmayanlardan olaq. Ki bəs münafiqlər çağıracaq, gel yunadunahum, çağıracaqlar onları, kimləri, cənnətdə olanları, yəni o divardan o biri tərəfdə olanları, ələm nəkun məkum. Məyər biz sizlə bir yerdə deyildik, nə baş verdi ki bu dünyada ayrıldıq, bizimlə sizin aranızda bir səs çəkildi, böyük bir hündür divar çəkildi, sizin tərəfdə rəhmət, bizim tərəfdə ədavət, od və alov var. Məgər ey möminlər, müsəlmanlar, biz sizlə bir yerdə deyilik, ey insanlar, biz sizlə bir yerdə deyilik, deyir, qalu bəla, deyir, bəli, biz sizlə bir yerdik, amma siz dünyada bizlə bərabər yaşayarkən özünüzü həlakətə verdiniz. Əzizlərim, hamı danışır, hamı da gözəl danışır, hamı da Qurandan danışır, hamı da deyir ki, söykənin Qurana, əmələ keçmək lazımdır ki, nəticəsi olsun, ona uyğun həyat sürək, onun kimi olaq, nümunə ola bilək, o zaman bizim qədir və qiymətimiz olar, Rəbbimiz Allahın huzurunda. İnsanın dəyər və qiyməti onun imtihanındadır. Biz imtihanlardan aciz olsaq və yaxud da ki, imtihanı düzgün verə bilməsək, əstəğfirullah, o cür insanlardan olarıq ki, o gözəl insanları, mömin kişi və qadınları çağırarlar, haray çəkəcəklər. İlahi Pərvərdigar-ı Aləm bizi o cür insanlardan qərar vermə. Və sonra buyurur, və tərəbbəstum vərtəbtum və qəzzətkumul əmaniyyü həttə cəə əmrullah. Möminlərin, deyir, möminlər üçün hər cür fəlakət, şər gözlədiniz. O deyir, onlara cavab veriləcək. Deyir, möminlər üçün hər cür dünyada, bu dünyada yaşayanda, deyir, möminlər üçün hər cür bir fəlakət, şər gözlədiniz, haqq dinə şübhə etdiniz. Allahın haqq olan dini gələndə siz ey münafiqlər, siz ey hasarın o biri tərəfində olanlar, indi ki ehtiyac var sizə, görürsünüz ki başqa bir yerə getmək mümkün deyil, bizləri ki çağırırsınız ki dünyada bir yerdə idik, siz parçaladınız, siz münafiq oldunuz, siz Allah tərəfindən nə ki gəlmişdi, bütün o dəyərləri sındırdınız, imkan vermədiniz, siz digər zəif olan, imanı zəif olan insanları belə kaşdırdınız, apardınız özünüzə tərəf, siz o cür insanlarsınız. Hər zaman ki Allah tərəfindən bir kəlam gələrdi, siz şübhə yaradırdınız o insanlarla, möminlərin arasında. Siz bu idiniz deyir. Batil arzular sizi məğrur etdi. O batil ki arzular var, bəzən bizim özümüzdə də olur ki, elə bir arzu edirik ki, o arzular 1000 illərə bərabər, 2000 illərə bərabər. Halbuki bizim ömrümüz heç əlimizdə deyil, bizdən öncə olanlar da 100 ilə qədər olur, əgər yaşasaq onu da. Sağlam və ağlı yerində olan insan, əgər yaşayırsa, bəzilərində ondan biraz çox, sözüm onda yox, sözün əsası var deyir. Amma deyir, siz nə ediniz? Hər şeyi parçaladınız, məhv etdiniz, doğradınız, tökdünüz, məhv etdiniz deyir. Sonra deyir, batil arzular sizin məğrur, elə arzular vardı ki, o arzuları həyata keçirtmək üçün başqalarının haqqına girdiniz, başqalarını sındırdınız. Onların ailəsində ixtişaş yaratdınız. Öz nəfsi istəklərinizə görə. Və yaxud da ki, daha çox gözəl yaşamaq üçün,
digərlərini zəlil etdiniz. Onların haqqını əda etmədiniz. Halbuki o haqq onların idi, amma siz onları əda etmədiniz. Onlar sizə yaxınlaşanda siz onlara küsülü danışdınız onlarla, məğrur danışdınız onlarla, pis danışdınız onlarla, pis rəftar etdiniz onlarla. Nədir ki, onların imkanı yox idi. Yəni dünya malından biraz zəif idilər. Amma onların imanı, onların etiqadı, onların Allaha olan imanları sizdən qat-qat artıq idi. Allahın xalis bəndələrindən sənin qapıva gəldiyi üçün sən çox onlarla pis danışdın. Məğrur oldun. Dünya həyatını daha da işrətli eləmək üçün, daha da gözəlləşdirmək üçün sən onların haqqına girib onların haqqını əda etmədin. İndi ki o yerdəsən. Və nəhayət Allahın sizin məhvinizin barəsindəki əmri gəlib yetişdi. İndi nəhayət odur. Qiyamət günüdür. Sizin məhviniz bizim hasardan o biri tərəfədir. Bu tərəf rəhmət, o biri tərəf isə əzab, əziyyət, cəhənnəm. İndi nəhayət gəlib çatıb son yekuna. İndi siz car və haray çəkirsiniz. Nə istəyirsiniz? Ona görə bizim etiqadımız, əməlimiz, əqidəmiz düzgün və sağlam olmalıdır. Və bu dünyanın eyş və işrətinə aldanmamalıyıq. Heç bir faydası yoxdur. Vallahi belədir. Qur'ana and olsun belədir. Heç bir faydası yoxdur. Fayda o zamandır ki, dəyişək. Bir qurtuluş eləyək də. Həyatımızda bir qurtuluş yaradaq. Bir dönüş yaradaq. Bir insanlıq üçün. Özümüzü heç olmaz, başqası üçün deyil. Özümüzü qoruyaq, özümüzü hifz eləyək. Özümüzü haqq yolda olmağımızı əməllərimizlə göstərə bilək. Dilimizlə yox, əməllərimizlə göstərə bilək. Və nəhayət, həmən bu ayənin axırı 14, Hədid 14-dür. Və qarrakum billahi qarur. Və qarrakum billahi qarur. Və yalancı şeytan sizi Allahın barəsində aldatdı. Siz qürrələndiniz. Amma yalancı şeytan sizi aldatdı, ələ saldı sizi. Siz aldandınız ey müsəlmanlar, aldanmayın. Olmaz. O düz və pak yol, həmişə düz yol acı olur. Düz sözü hər adam qəbul eləmək istəmir. Çünki onun mənfəətlərinə uyğun olmur. Amma buna baxmayaraq, sən düz olmaq istəyirsənsə, hidayət yolunda parıldamaq istəyirsənsə və o hidayət çırağının qiyamət günündə gəlib sənin də hər bir ətrafını nurla bələnməyin istəyirsənsə, gözlərindən yaş gəlsin və bütün günahlarını Allahın huzurunda gözümün önünə gətir, bağışlanmağı dilə. Kimlərin ki haqqını əda etməmisən, ged onların haqqını əda et və onlardan bağışlanmaq dilə. O zaman olursan Allahın xalis bəndəsi və dünyanın gözəl insanlarından biri ki, qiyamət günündə nicat qapılarını sənin üzvət lay və lay açırlar. Və səni Allahın mələkləri içəri daxil edir. Və bu dünyada yaşayarkən sən digərlərinə nümunə olmuş olursan. Elə bir rəftar, elə bir tərz, elə bir danışıq, elə bir qabiliyyət, elə bir əməl sahibi olursan ki, ətrafda olan insanlar ki, istəyirlər ki, aşiq olsunlar, Allahın buyurduqlarına səni digərlərin arasında nümunə görürlər. Və səni nümunə gördükləri üçün qəlb evi ilə sənin o elədikləri və aşiq olurlar ki, Xaliqim, Pərverdigarım, Allahım, bu yaradan bəndən nə gözəl əməl sahibidir. Mən də istəyirəm özümü oxşadam. Və onun nümunəsi sabah Qədirxum bayramıdır. Xummu Qədirdir. Mən fürsətdən istifadə edib siz əzizlərimi və dünya müsəlmanlarını bu bayram münasibəti ilə səmimi qəlbdən təbrik edirəm. Və Allah Taala'dan arzu edirəm ki, hər birimiz, necə ki Qur'an bir qurtuluş yoludur, Peyğəmbərlər bir qurtuluş yoludur. Bizim Peyğəmbərdən sonra ki Qədirxum deyilən bir vadidə Həzreti Peyğəmbər Rəsulü Xuda bütün 120.000 həcini orada saxlatdırır və öz sözün orada deyir. Öz sözün deyəndə Allah kəlamın əsasında buyurur ki, ey insanlar, mən sizin aranızda az bir zamandan sonra köçəcəyəm, əbədi olan bir dünyaya, amma məndən sonra, mən kimin vəlisiyəmsə, məndən sonra Əli o insanların vəlisidir. Bu sözü deyir.
يا أيها الرسول بلغ ما أنزل إليك من ربك وإن لم تفعل فما بلغت رسالته الله يعصمك من الناس إن الله لا يهدي القوم الكافرين صدق الله العلي العظيم. Əlbəttə ki, Maide surəsinin 67-ci ayəsi ki, vida həccində Hz. Peyğəmbər Rəsulü Xuda son həccində vidadan, yəni həccindən sonra gəlir Xum deyilən yerə çatanda o yerdəki ayrılıqdır. Nə? Ənsarilər, yəni Mədinədən olanlar Mədinəyə tərəf yönalır, yollarını dəyişirlər. Misrə gedənlər Misrə, Yəmənə gedənlər Yəmənə və digər ölkələrə gedən müsəlmanlar ayrılıq yeridir. Orada isə Həzrəti Peyğəmbərə Cənab Cəbrail vasitəsilə Allah Taala'nın belə bir əmri olur. Ya əyyuhər rəsul, ey Peyğəmbər, bəlliğ ma unzilə iləykə min rabbik, sənə Allah tərəfindən verilən bu sözü çatdır. Və in ləm təfəl, əgər bu işi görməsən, etməsən, əməli sürətdə göstərməsən, fəmə bəlləxtə risalətəhu, sən öz işivi, risalət işivi tamamlamamış olursan. Və Allahu yəhsimuka minən nas, və Allah Teala səni insanların şərrindən qoruyacaq. İnnallaha la yahdil qavməl kafirin. Allah Teala heç zaman kafir qövmi hidayət etməz. Bu ayə gələndən sonra Hz. Peyğəmbər Rəsulü Xuda sallallahu aleyhi və aleyhi və səlləm əmr etdi ki, ey hacılar diyanın, və o yerdə diyandılar ki, biz burada bir diyanmalıyıq, Qədir Xurum olan deyilən bir yerdə, bu vadidə diyanmalıyıq. Zöhr azanı deyildi və ondan sonra namaz qılınandan sonra Peyğəmbər aleyhissalatu və salamın üçün bir yer hazırlanmışdır və ora Peyğəmbər aleyhissalatu və salamı qaldırdılar, dedilər ki, ey insanlar, Hz. Peyğəmbər aleyhissalam müsəlmanlardan təkrarən bir beyət istədi ki, məyər mən sizin özünüzdən daha çox sözümə qulaq asmaq üçün daha çox mükəlləf deyiləmmi? Dedilər ki, bəli, ya Peyğəmbər, sənsən haqq və üzərimizdə haqqın olaraq vardır, sən vəlisən bizim üçün bu dünyada. Bunu deyəndən sonra, ondan sonra Əli əleyhissalamın əlindən tutdu, mən kuntu mövla fə aliyyum mövla, mən kimin mövlasıyamsa, məndən sonra Əli də o insanların vəlisidir, mövlasıdır. Bəzi insanlar deyirlər ki, Peyğəmbər aleyhissalatu vesselam bu mövla sözündə bu dost mənasındadır, qohum mənasındadır, yaxın mənasındadır, əziz mənasındadır. Amma ağıl onu qəbul etmir. Çünki sonuncu həcc vidasında, həcdə olanlar bilirlər ki, nə qədər o zaman, hələ indi gedirik, nə qədər çətinlik var orada. O istilikdən, susuzluqdan, yorğunluqdan, halbuki hər bir yerə miniklər var, yəni avtobuslar işləyir, onun vasitəsilə, o miniklərin vasitəsilə gedirik. Amma o zaman belə olmuyor, ayaqla çoxları gedib, dəvə ilə gedib, atla gediblər, kilometrlərlə, əzab, əziyyətlə gediblər. Bu yorğunluğun müqabilində, halbuki o yerdə ki ayrılır, Ənsarlar Mədinəyə gedirlər, Misirə gedənlər ayrılır, öz yolları var, Yəmənə gedənlər öz yolları var, digər ərəb ölkələrinə gedən, müsəlman ölkələrə gedən yollar ayrılan bir dəqiqədə qabaqdan gedənləri çağırır, arxadan da gələnləri çatırlar, 120 min, 100 min həcını saxlayır o istidə, Qədir Xum deyilən bir vadidə namaz qılırlar, namazdan sonra da çıxır minbərin üstünə, buyurur ki, bəs bilin ey müsəlmanlar, Əli mənim qardaşımdır və mənim dostumdur. Bu ağıl bunu qəbul etmir, mümkün deyil. Və sonra sözünün əvvəlində, xutbəsinin əvvəlində Allah Teala'ya həmd və səna edəndən sonra deyir, mənim sizlə bərabər olmağım az bir zaman kəsindən sonra mən sizi əbədi olaraq nə edərəm? Tərk edərəm. Bu sözü deməsi, Peyğəmbərin aleyhissalatu vesselamın bu sözü insanlara bəyan etməsi, bu sözü çatdırması və ondan sonra ki, bəs mənim hüququm sizin hüquqlardan daha çox artıq deyilmi? Mənim haqqım sizin üzərinizdə özünüzdən daha çox deyilmi? İnsanlardan da ki, bəli ya Peyğəmbər, sən bizim vəlimizsən, mövlamızsan, bu sözü deyildi. Ondan sonra Əmir el-Möminin əlindən tutub qaldırır ki, mən kuntu mövla fə aliyyum mövla, mən kimin mövlasıyamsa, məndən sonra Əli də o insanların vəlisidir, mövlasıdır. Kimin? Bax, bəhs çox uzundur və çox genişdir. Saatlarla bu haqda danışmaq olar, amma heyhat.
Bakın, Hazreti Peygamber Aleyhisselatü Vesselam'ın sözünde başka bir şey de gizlenir. Deyir, mən kimin mövlasıyamsa, yani kim beni Mevla kimi kabul edirse, فَعَلِيٌّ Mevla. Ali de onun Mevlasıdır. Eğer benim Mevlam değilse o insan Ali'ni de kabul edilmez. Deməli, Ali'ni eğer kimse kabul etmirse, Ali Aleyhisselatü Vesselam'ı, deməli Peygamberi de kabul etmir. Çünkü deyir, mən kimin Mevlasıyamsa, فَعَلِيٌّ Mevla. Söhbət bundan gedir. Məqsəd budur, amal budur. Ama buna bakmayarak ki, o zamandan Müslümanlar arasında böyük bir ihtişaş yarandı. Kaş olmayaydı. Kaş olmayaydı Müslümanlar içinde bu ihtişaş. Kaş Müslümanlar bir olaydı. Kaş o zamandan bu zamana Müslümanlar parçalanmayaydı ve bütün diğer dinden Müslümandan olmayan insanlar hüküm etmeyeydi. Aramızda bu nifakı yaratmayaydı. Bugüne kadar çatmayaydı. Biz mehriban olaydık. Bir yerde yaşayabileydi. Bir yerde can deyip can eşidebileydi. Büyük bir kuvve olardık. Sülh yaratabilerdi. Emin-amanlık yaratabilerdi dünya üzerinde. Kaş bu parçalanma olmayaydı. Ki Hazreti Peygamber Aleyhisselatü Vesselam buyurur, son anlarında, yani dünyadan köç dəqiqələrində məndən sonra Müslüman camiyesi 73 firqəyə bölünəcək. Bəzi hədislər yazır 72, fərq etməz. Onlardan biri ancaq nicat tapacaq, biri indi hansıdır, onu Allah bilir. Kaş parçalanmayaydı, ama indi de geç değil. İndi de özümüze qayıtsaq, indi de birbirimize can desək, üstündən 1400 il keçməsindən baxmayaraq imkan verilmir ki biz Müslümanlar birləşək, can diye birbirimize. İndi de əsas üzerinde, Kur'an üzerinde, hak üzerinde, Əhl-i Beyt üzerinde, güzel sahabeler üzerinde birleşsek, Allah'ın buyurdularına amel etsek, ne hoş halımıza, ne güzel bir güzelliği olacak bütün Müslüman camiyesinde. İnkişaf bak o zaman olacak, terakki bak o zaman olacak, milli, manevi, dini değerlerin saklanması, korunması bak o zaman olacak. Bu güzel bir bayram münasebetiyle sizi, dünya Müslümanlarını, ailelerimizi, mümin kardeş ve bacılarımı səmimi qəlbdən təbrik edirəm. Və Allah Teala'dan arzum budur ki, ilahi bari Xudaya, sənə and verirəm celal ve izzetin, əzəmətivin xatirinə bizleri Kur'an'dan, Peygamberden, Əhl-i Beyt'ten, güzel sahabelerden ayrı salma yine. İlahi bari Xudaya, amin diyen dilleri məhşərdə lal etme. İlahi bari Xudaya, sənə an verirəm celal ve izzetin xatirinə bizim bu cüməmizi bizim için axırıncı qərar vermə. İlahi bari Xudaya, bizim evlerde, xəstəxanalarda ve nəzərdə olan xəstələrimizə heç yoxdan şifa ver yine. İlahi iltimas eləyənlərimiz var, dua isteyenlerimiz var. Hiç yoktan onların şer'i niyetlerinin hayata geçmesinde onlara ve bizlere kömək ol yine. İlahi bütün dünya Müslümanların hifz karar ver yine. İlahi sənə an verirəm celal ve izzetin xatirinə xüsusilə Azərbaycanımızı, Azərbaycanda yaşayan Müslüman bacı ve kardeşlerimizi hifz karar ver yine. İlahi Azərbaycanın Müslüman camiyesinin düşmənlərin həmişə məğlub qərar ver yine. İlahi biz Azərbaycana həmişə galip karar ver yine. İlahi sənə an verirəm izzet, celal ve əzəmətimin xatirinə. Ya Rabbim Allah, o insanlar ki Azerbaycan için gece ve gündüz çalışırlar ki o cür insanlar vardır. Fərq etməz hansı vəzifənin sahibidir. Həqiqətən də onun qəlbi, onun işi, onun amalı Azərbaycan üçündür. Azərbaycanın bütövlüyü üçündür. Azərbaycan xalqı üçündür. Azərbaycanda yaşayan Müslüman bacı və qardaşlarımızın rifahının yaxşı olması üçündür. İlahi o cür insanlara sən özün heç yoxdan kömək ol ki. İlahi ya Rabbim Allah, o insanlar ki əgər onlara insan demək olarsa, istər Azərbaycanda və istər Azərbaycanın hüdudundan diğer yerinde, uzak olan bir yerlerde Azerbaycan'ı ve onun müstakilliyini, arazi bütövlüğünü ve Müslüman bacı ve kardeşlerimizin rifahının gün ve güzaranın yaxşı olmağını istemezlerse, sevmezlerse ilahi o imkanları onların elinden tezlikle al yine. Onlara macal ve kuvvet verme yine.
Onları həmişə aciz qərar verginə. Biz müsəlman xalqı, biz Azərbaycanlıları həmişə qalib qərar verginə. İlahi bari Xudaya sənə an verəm cəlal və izzətin xatirinə. Bu müstəqilliyimiz üçün çalışanlar olub, ya Rəbbim Allah. İlahi bu ərazi bütövlüyümüz üçün can verənlər, qan tökənlər olublar, ya Rəbbim Allah. İşğal altında olan torpaqlarımızın geri qayıtmasında müstəsna rolu olan şəhidlərimiz var. İlahi sən onları qəni-qəni rəhmət qərar verginə. Onları Peygamber ve Kerbela şehitlerine həmnişin qərar verginən, onların ailələrinə səbr verginən. İlahi qazilərimiz var, yaralıdırlar, onların şifaya ehtiyacları var. Heç yoxdan onlara şifa verginən, ruzilərin bol qərar verginən. İlahi ölkəmizə əmin-amanlıq bəş qərar verginən. İlahi həmişə Azərbaycanın düşməni məğlub və biz Azərbaycanlıları qalib qərar verginən. İlahi bizim ordumuzu xüsusilə də səngərdə olan, sərhəddə olan əskər və zabitlərimizi qoru ginən. İlahi bizləri sahibə zaman əleyhissalamın əskərlərindən qərar verginən. Onun zuhurun təcil qərar verginən. İlahi sənə and verirəm, izzət və cəlalın və əzəmətimin xatirinə bu cəmi biri-birinə mehriban qərar verginən. Gələn günlərimizi xeyrə calaginən. İlahi aramızda gözəllik, mehribançılıq ömrümüzün axırına qədər bərqərar olsun inşallah. Bütün dualarımızın qəbulü üçün Peygamber ve Ali Peygamber salavat zikr edin.